Qəbzlikdən əziyyət çəkən insanlar, bayıra gedə bilməyən insanlar diqqətlə qulaq assın. İnşallah bir nəfər yazıb ki, Leyla xanım, salam, mən qəbzlikdən əziyyət çəkirəm. Aylardır böyük bayıra getmirəm. Mənə də yardım edərdiniz qardaşım. İnşallah. Gözəl insan, bax, qoy hamısını mən sizə bir açıqlıq gətirim, aydınlıq gətirim. Siz nə etməlisiniz ki, bu bəladan qurt. Təbii ki, siz bu illərin xəstəliyin 3 günə, 5 günə, 1 aya sağalda bilməzsiniz. Bu mümkün deyil. İlk olaraq həyatınızdan şirniyyatı, ağ çörəyi, abur-cuburları, kalpasa, saska bunları çıxadın, əgər yeyirsinizsə. Bolluca su içməlisiniz. 2 litr, 3 litr su içməlisiniz. Özdə su ilıq şəkildə olmalıdır. Sonra bir dənə resept deyirəm, yaxşı reseptdir, çox gözəl fayda verir. 4-5 kilo əncirin qurusunu alırsınız, 4-5 kilo. Bir 3-4 litr də soyuq sıxım zeytun yağı. Bunlar hamısını qəşəng o əncirlər doğrayırsınız, bir dənə qazana belə tökürsünüz. O soyuq sıxım zeytun yağını tökürsünüz üzərinə qəşəng belə. Bir həftə qalsın, saxlayın, bir qıraqda qalsın. Demək, həftə tam olandan sonra səhər, günorta, axşam yeməkdən yarım saat qabaq elə bil doğramısınız da onu. Təxmini, məsələn üçün bir dənəsini 4 yerə bölmüsünüzsə, bütöv şəkildə olan 2 ədəd atırsınız ağza, yeyirsiniz və birazdan sonra da qidalanırsınız. Bir yarım saatdan sonra, 20 dəqiqədən sonra da qidalanırsınız. Səhər, günorta, axşam bunu belə eləyirsiniz. Bu sizə çox fayda verəcək, çox. Elə biraz da yağından götürüb içirin üstündən. Problem yoxdur. Sonra gündə 1 saat yarım yürüyüş edin. Əlinizi qolunuzu hərəkət elətdirin ki, mədə-bağırsaq sisteminə hərəkət lazımdır. Bir də bir şey deyim sizə, bax, qaraciyər hər gün 1 litr öd istehsal edib bizə verməlidir. Öd yolları təmiz olmalıdır ki, öd yaxşı axsın. Öd yaxşı axanda mədə-altı vəzin fermentlərini də özünə qarışdırıb, birlikdə 12 barmaq bağırsağa qidaların üstünə tökülür. Yəni, burada həzm sistemin, yəni bütövlükdə düzəltmək lazımdır. Bunun üçün qaraciyəri yeniləmək lazımdır. Alaqanqal toxumundan istifadə edə bilərsiniz. Öd yolları məsələn üçün təmizləmək üçün solmat çayıdır, kasna otudur. Bunlardan istifadə edə bilərsiniz. Yarpız otu da çox gözəl təsir edir. Bunlar üçünü də birlikdə dəmləyib içə bilərsiniz. Sonra mədə-altı vəzə çox gözəl təsir edir. At pıtrağının kökləri, ot indi gözəl təsir edir. Sonra dəfnə yarpağıdır, tut yarpağıdır, əncir yarpağıdır. Bunlar hamısı gözəl təsir edir. Həftədə bir dəfə də ağız qalsanız lap mükəmməl olar. Bax belə, meyvə pürəsi düzəldin. Dəfələrlə göstərmişəm videolarda meyvə pürəsi necə düzəldilir, yeyilir. Bunu da yiyin. Yəni kompleks yavaş-yavaş bunları eləməklə siz bu bəladan qurtula bilərsiniz. Psiliumdan istifadə edə bilərsiniz mütəmadi. Yazmışsınız ki, yəni aylardır. Ay subhanallah, aylardır nədir? İnsan bir gün bayıra getməsə, bu bədən sağlam ola bilməz. Bu bədən xəstədir, bu bədən sağlam deyil. Burada sağlamlıqdan söhbət gedə bilməz. Belə, inşallah mən dediklərimi eləyin. İnşallah düzələr yavaş-yavaş. Düzdür, bu yenə də deyirəm, 15 günə, 1 aya düzələsi şey deyil. Bunu yavaş-yavaş tədricən siz bunu qaydasına sala bilərsiniz və bu bəladan bir dəfəlik inşallah qurtula bilərsiniz Allahın izniyle.